past continuous, keçmiş davam edici. Adından göründüyü kimi yenə davam edən forma, keçmişdə davam edən formanı bildirir. Düsturu da was, were, plus fail, plus ing şəkilçisi. Yəni sualda tərcümə edəndə keçmiş davam edici deyəndə tələbələrə bildirirəm keçmişdə davam edən, yəni hərəkət stop yox, yəni davam edən, keçmişdə davam edən. Düsturlara yenə baxırıq burada. Mən kitab oxuyurdum, I was reading. Sən kitab oxuyurdun, you were reading. O kitab oxuyurdu, he was reading. Qadın cinsində she was reading. It was reading, we were reading. You were reading, they were reading. ING şəkilçisi də gəlib fiilin sonunda. Yəqin ki, bunları burada görürsən. Yəni hərəkətin keçmişdə olan formasını bildirir, icra olunan formasını. İnkarda da mən kitab oxumurdum. I was not reading book. Sən kitab oxumurdun. You were not reading book. He was not reading book. She was not reading book. It was not reading book. You were not reading book. You were not reading book. They were not reading book. Sualda da eyni zamanda was, were çıxır önə. Məsəl üçün, was I reading book? Mən kitab oxuyurdum. Were you reading book? Sən kitab oxuyurdun. Was he reading book? O kitab oxuyurdu. Was she reading book? O kitab oxuyurdu. Was he reading book? O kitab oxuyurdu. Were we reading books? Biz kitab oxuyurduq. Were you reading books? Siz kitab oxuyurdunuz. Were they reading books? Onlar kitab oxuyurdu. Yəni sual formada çıxacaq qarşıya. Belə bir sual var. Yenə dedilər ki, uşaqlar, müəllim, belə bir cümlə yazmışam ki, I went to park. Bu nə deməkdir uşaqlar? Mən parka getdim. Bir də növbəti sual verdilər ki, müəllim, belə də dedik. I was going to park, məsəl üçün, at 5 o'clock. At 5 o'clock. Bəli. Deyir ki, müəllim, bunu necə deyə bilərəm? I went to park nə deməkdir? Mən parka getdim. Burada da deyir ki, müəllim, I was going to park at 5 o'clock. Bəli, ikisi də düzdür. Yəni, bu ümumilikdə bildirir ki, mən parka getdim. Bu, keçmiş zaman, yəni past simple. Amma I was going to park at 5 o'clock. Bu da past continuous. Yəni past continuous. Past continuous. Yəni bu da onu bildirir ki, I was going to park. Bu izah edir ki, mən saat 5-də, yəni parka gedirdim. Yəni hərəkətin icrasını bildirir. Amma sadəcə burada deyir ki, I went to park. Yəni keçmişdə mən parka getdim. Yəni burada hal-hazırda görürsünüz, burada saatın dəqiqləməsi ilə göstərir. Yəni o deyir ki, hərəkət davam edir. Amma sadəcə bu ikincidə sadəcə parka getdiyini bildirir.